Son vaxtlar Azərbaycan ədəbiyyatını müşahidə edən insanlarda yəqin ki, belə bir düşüncə formalaşa bilər ki, Azərbaycan ədəbiyyatı həmişə belə bir görkəmdə olub, heç vaxt öz peşə vəzifələrini yerinə yetirə bilməyib. Həmişə gücün tərəfində olub, amma mən biraz maraqlananda, biraz araşdıranda gördüm ki, yox. Azərbaycan ədəbiyyatı da olsa, müəyyən bir üsyankar meyllər, antikapitalist meyllər tarixdə, Azərbaycan ədəbiyyatı tarixində özünü göstərir. Bunu mən Azərbaycan ədəbiyyatının elə də qədim ənənəsi olduğunu fikirləşmirəm. İndiki Azərbaycan dili, Azərbaycan ədəbiyyatına söhbət gedirsə, bu böyük ehtimalla maarifçilikdən üzbəri formalaşan bir ədəbiyyat ənənəsidir. Bunun da kökündə antikapitalist meyllər və kapitalizmə qarşı mübarizə var. Mənim bu ilki dissertasiya işimdə xoşbəxtlikdən maarifçilik özünə yer eləyə bilib və bu maarifçiliyin araşdırılmasında mən indi araşdıranda görürəm ki, doğrudan da burada çox böyük bir antikapitalist mücadilə var, mübarizə var.